Salam, mən Həsənli Fəridə İsmailoğlu, 1995-ci il təvəllüdəm və Silahlı Qüvvələrin Azərbaycan ordusunun keçmiş zabitiyəm, keçmiş mənsubuyam. Hər məlumatlardan eşitdiniz. Təhsilim gərəyi, dostlarım gərəyi ətrafım kifayət qədər akademik təhsil olan insanlarla zəngindir və onların bir neçəsinə müraciət etdikdə hamısı bir mənalı Vüqar Süleymanovanı və Elbir Akademiyanı məsləhət gördü. Və təsadüfən də həmin gün sosial şəbəkə üzərindən kursun may ayında, mart ayından etibarən aprel ayında belə deyək, təşkil edəcəyi intensiv kurs mənim qarşıma çıxdı. Düşündüm ki, kurs əgər kifayət qədər peşəkardırsa, mən bir aya da arzulanan nəticəni əldə edə bilərəm, beləcə müraciət edim. Hazırlıq periodunuz necə keçdi? Hazırlıq periodu kifayət qədər peşəkar idi. Kursun peşəkar tədrisi, lazım materiallarla bizi mütəmadi təmin etməsi, kursun bütün heyətinin operativ, çevik bizim problemlərimizə bizim yanımızda olması, müəllimlərin metodologiyasının kifayət qədər yüksək səviyyədə olmağı mənə bunu deməyə əsas verir ki, həm də əldə etdiyimiz nəticələr, datalar bizə bunu deməyə əsas verir ki, bütün tədris prosesi kifayət qədər arzu olunan və yüksək nəticə əldə etməyə yönəlmiş bir şəkildə təşkil edilmişdir. Neçə müddət hazırlaşdınız? İlk iki mərhələ olub bu hazırlıq prosesi. İlk dəfə cəmi 28 günlük hazırlaşma imkanım oldu aprel ayı ərzində və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi may ayının 3-də dövlət qulluğu üzrə imtahanda B kateqoriyası üzrə iştirak etdim və cəmi 28 günün nəticəsində mən 103 bal toplayaraq BA1 sertifikatı əldə etdim və həmin vaxt üçün, həmin period üçün bu respublikada ikinci ən böyük nəticə idi. İkinci prosesdə isə mən düşündüm ki, Vüqar müəllimin də dəstəyi ilə düşündüm ki, əgər 28 gün nəticəsində mən 103 bal əldə etmişəmsə, yəqin ki, son dövrlərin rekord nəticəsini də əldə etmək mümkün olar. Bunun üçün iyul ayının 16-sında təşkil olunmuş ikinci dövlət qulluğu imtahanında da mən Vüqar müəllimin məsləhəti ilə, tövsiyəsi ilə iştirak etdim. Bir qədər daha çox hazırlaşdım və bu dəfə son illərin demək olar ən rekord nəticəsini əldə etdim. Yenə BA kateqoriyasına müraciət etdim və 113 balla bu dəfə respublika birincisi oldum. Dövlət qulluqçusu olmaq istəyənlərə tələbələrinizə nə tövsiyə edirsiniz? Dövlət qulluqçusu olmaq istəyənlər təbii ki, bilirsiniz, dövlət qulluğuna qəbul həm daxili müsahibə, həm ümumi müsahibə, həm də müsabiqə əsasında olur. Xüsusilə müsabiqə əsasında qəbul olmaq istəyənlər bildiyiniz kimi test imtahanı keçməlidir və ondan sonra müsahibə mərhələsində baş verər, əgər uğur əldə etsələr. Mən tövsiyə edərdim ki, əgər onlar sadəcə sertifikat əldə etmək istəyirsə, bir çox kursa müraciət edə bilərlər. Ancaq yüksək nəticə əldə etmək istəyirlərsə, peşəkar yanaşma görmək istəyirsə, həm birinci olmaq istəyirlərsə, öndə olmaq istəyirsə və rəqiblərindən həmin o deməli, intriqalı vəziyyətdə ən yaxşı nəticəni əldə etmək istəyirlərsə, sözsüz ki, mən Elbiri məsləhət görərdim. Nəticə də göz qabağındadır ki, biz bu uğuru Elbirlə əldə etdik. Dərslərimizdə ən çox bəyəndiyiniz detallar nələrdir? Ən çox bəyəndiyim detallar sözsüz ki, məlumat axını ilə bağlıdır. Proseslər kazuallıq əlaqəsini qoruyaraq, yəni məntiqi əlaqə ilə inkişafa doğru irəliləyirdi. Belə ki, biz ən primitiv məlumatdan ən yüksək səviyyəli ağır məlumata qədər bütün məntiqi əlaqələr qorunurdu. İstər Azərbaycan dili, istər informatika, istər məntiq və qanunvericilik dərslərində biz hər dəfə bizim auditoriyanın səviyyəsinə uyğun dərsin peşəkarlıq səviyyəsinin də necə artdığını, məlumat axınının bizimlə məlumat mübadiləsinin necə məntiqli şəkildə qurulduğunu şahid olurduq. Bu məntiq əlaqə də yəqin ki, uğurun əsas fundamental elementlərindən biridir. Kursun disiplini, qayda qanunu, dəqiqliyi və operativliyi haqqında məlumat verə bilərsiniz? Səmimi şəkildə bildirim ki, hələ indiyə qədər bu qədər intizamlı, çevik, operativ bir komanda çox az görmüşəm. Təbii ki, hərbi qulluqçu keçmişimlə əlaqədar mən də ehtiyatlı olan bir zabitəm. Mənim üçün disiplin, intizam birinci dərəcə şərtdir və intizamlı insanların da yəqin ki, işdə, həm peşəkar karyerada, həm professional həyat karyerasında ən sevdiyi, ən önəm verilişi təbii ki, disiplin intizamdır və biz bunu ən yüksək səviyyədə Elbirdə müşahidə elədik və nəticələr də yenə də göz qabağındadır.